Mən Nihat, Kod Akademiyada frontend proqramlaşdırma tədrisi alıram. Bugün sizə CSS animasiyalarını necə yaradacağımızı göstərəcəm. İlk addım olaraq HTML strukturunu qururuq. Bu, yaratdığımız animasiyanın əsasını təşkil edir. Daha sonra loading sözünə və loading barına stil veririk. Burada əsas mərhələ animasiyaların yaradılması və uyğun elementlərə əlavə edilməsidir. İlk animasiyamız loading barının yüklənməsidir. Bundan sonra isə opacity animasiyası əlavə edirik ki, bu da loading sözünün yüklənmə prosesinə uyğun olaraq tədricən görsənir və itir. Yaratdığımız animasiyalara uyğun elementlərə əlavə edib, animasiyanın müddətini və təkrarlanma sayını təyin edirik. Və beləliklə loading səhifəmiz tamamlanır.